Salam uşaqlar. Sınav 8-ci. Hansı hərflərin vurğusu birinci hecadadır? Daim. Daimdə, daim, belə deyək də. Daim, daima, daimi. Bu sifətdir, zərf deyil. Dünən, bayaq, qabaq. Dünən, bayaq, bayaq, qabaq. Bildir. Yenə, dərhal, çoxdan, yenə, dünən, dünən deyilir. Səhər, dərhal, inişil. Burada səhərə görə çıxdı, burada çoxdana görə çıxdı, dünənə görə çıxdı. Qaldı C variantı. Zərfin fiili bağlamaya aid olduğu bəndi müəyyənləşdirin. Əvvəldən oxuyanlar feili sifətli çıxdı. Dərhal öyrəndiyim feili sifətli çıxdı. Dığın-biğim. Sonra tez gəlmək məslərə aiddir çıxdı. Türkcə danışarkən feili bağlamadı. Türkcə zərfdir bilirsiniz. Qəhrəmancasına döyüşənlər yenə də feili sifətə aiddir deyə çıxdı. Zərfə aid yanlış fikri müəyyənləşdirin. Burada nəzəriyyədir uşaqlar. Zərflər təkcə feili yox, digər nitq hissələrinə zərfin özünə də aid ola bilər. Bəli. Bugün gecdir və zərfin özünə də aid olur. Doğru. Mürəkkəb zərflər həm ayrı, həm bitişik, həm də defislə yazılır. Düzdür uşaqlar. Üzü yuxarı bitişik. Hər gün, bugün ayrı. Sonra defislə yazılan. Məsələn, tikə-tikə, qoşa-qoşa defislə yazılır. 1-ə 5, 5-5. Bunlar hamısı defislə yazılır, doğru. Hələ, yenə zərfləri. Qurursa sadə zaman zərfləridir. Hələ, yenə qurursa zaman zərfləridir. Doğrudur, bu da doğrudur uşaqlar. Hələ, yenə qurursa sadədir zaman zərfləridir. Məktubu göndərəndə çox tərəddüd etmişdim cümləsi. Altına xətt çəkilmiş söz zaman zərfidir. Xeyr, uşaqlar, anda, əndə feili bağlamadır. Biz də demişdik ki, feili bağlamaları zərf demirik. Tamamilə, bütünlüklə, aylarla sözlər qurursa düzəltmə miqdar zərfləridir. Bəli. Tamamilə, bütünlüklə, aylarla. Bütünlüklə, tamamilə. Və belə gedir. Qurursa düzəltmədir. Düzdür, miqdar zərflərdir. Düzdür. Qeyd edin uşaqlar. Lap kitabınızda yoxdur. Ya kitabınızda, ya dəftərinizdə qeyd edin. Tamamilə, bütünlüklə, aylarla. Aylarla zaman zərfi deyil. Məsələn, ta ki, deyirəm ki, aylarla çalışdı. Aylarla çalışdı. Nə qədər aylarla? Nə vaxt çalışdı? Yox. Hə. Belə. Demək, burada, məsələn, hələ, yenə də götürün. Zaman zərfi kimi götürün. Miqdar zərfi kimi. Bunda, yəni, qeyd edin də bir yana. Hansı cümlə? 2 zərf var. Daim hədəfim ancaq irəli addımlamaqdır. İrəli, daim. Bunlar zərfdir. Hələ, mən, hələ, demişdi zaman zərfi, mən bu dediklərini heç düşünməmişəm. Başqa yoxdur, uşaqlar, budur, hamısı əvəzlikdir. Heç orada ədatlı çıxdı. Şəhərdə yaşamaq indi çətindir. İndi burada zaman zərfidir. Başqa daha yoxdur, çətin sifətdir. Bu çıxdı. Qatarla gedə-gedə yoldakı mənzərəyə tamaşa edirdim. Gedə-gedə, gedərkən, ərkən, qatarla gedərkən, yoldakı mənzərəyə tamaşa edirdim. Burada ümumiyyətlə yoxdur. Zərf. Kəndi yenə də həzin bir səssizlik bürünmüşdür. Nə? Səssizlik necə həzin? Qalanları isim və sifətdir, bu getdi. Qaldı 2 dənə zərf olan ad və salam. Məclis bitdikdən sonra, demək, məclis bitdikdən sonra da qonaqlar xeyli söhbətləşdilər. Növbəti görüşün vaxtını dərhal müəyyənləşdirdilər. Cümləsində zərfin mənaca hansı növünün işləndiyini ardıcıllıqla göstərilir. Demək, məclis bitdikdən sonra bu zaman qoşmasıdır. Da qonaqlar xeyli söhbətləşdilər. Nə qədər xeyli? Miqdar. Növbəti görüşün vaxtını dərhal, necə, nə cür dərhal, tərzi, dərhal müəyyənləşdirdilər. Miqdar, tərz, hərəkət, zərfi, Y. Dərhal uşaqlar, birdən tərz hərəkətdir. Bax, qeyd edin, dərhal, zaman anlayışı verə bilər, amma səhvdir. Birdən,
hələ, yenə, oy. Bax bunlar, belə deyək də. Bax bu tərz, bu da zaman. Əssalam, qeyd edin. Sonra devam eləyək uşaqlar. 6-ya baxaq. Tərz hərəkət zərfinin işləndiyi cümləni müəyyənləşdirin. O yola baxa-baxa, burada zərf yoxdur uşaqlar. Feili bağlamadır, baxaraq. Feili bağlamadır. Ümumiyyətlə, yadda saxlayın ki, A, üstəgəl A2, bu feili bağlamanın şəkilçidir. Bunu yadda saxlayın. Belə bir zərf düzəldən şəkilçimiz yoxdur. Armaz. Belə də zərf düzəldən şəkilçimiz yoxdur uşaqlar. Bu da feili bağlamadır. Demək, maşın dalanlardan dönə-dönə əsas yola çıxdı. Uşaqlar, dönərək əsas yola çıxdı. Dönərək, yəni kök çıxır. Dön, kök çıxır. Çıxdığına görə də uşaqlar, bu olacaq feili bağlama. Desəm ki, sənə dönə-dönə tapşırmışdım. Dönə-dönə eyni işləri görürsən, dönə-dönə eyni söhbətləri edirsən, dəfələrlə sözü ilə əvəz eləyiriksə, dönə-dönəni, dəfələrlə sözü ilə əvəz edirsənsə, dəfələrlə sözü ilə əvəz eləyirsənsə, nə olacaq bu? Nədir? Zərf. Aydın oldu, miqdar zərfi. Sonra o bütün tapşırıqları lazımınca yerinə yetirməyi bacardı. Sonra lazıma qədər olur, yerinə yetirməyi bacardı. İnca şəkilçidir, incadır burada. O bütün tapşırığı lazımınca yerinə yetirməyi bacardı. Burada yerinə yetirməyi bacardı. Necə, nə cür lazımı qədər. Bunu saxlayaq. Milli mətbəximiz əcnəbi mətbəxlərdən qat-qat yaxşıdır. Burada yoxdur heç. Qat-qat yaxşıdır deyir. Qat-qat. Qat-qat yaxşıdır. Burada da qat-qat qat-qat yaxşıdır. Demək, burada yaxşıdır. Necə? Qat-qat yaxşıdır. Bunu saxla. Buna görən Arifin birdən-birə nitqi qurudu, sözlərini qəhər bürüdü. Tərz, miqdar, lazımı qədər, lazımınca, lazım olduğu qədər mənasındadır deyən miqdar. Burada yoxdur, zərf yoxdur, feili bağlamadır. Baxa-baxa da bu da getdi. Bizdən nə istəyir? Tərz hərəkət zərfinin işləndiyi cümləni müəyyənləşdirin. Onda ye. Bayağına baxıram ki, elə bilirəm burada nədir? Demək, burada sadəcə zərfi istəyir. Baxıram ki, 3 dənə variantda zərf var da. Ona görə demək tərzi istəyirmiş. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Yaxınlıqda sözü yazılışı ilə deyilişi fərqlərini düzəltmə yer zərfdir. Yaxınlıqda sözü yazılışı ilə demək, plus, plus. Yəni, bunlar minusların üstünə uyğunluq istəyirsə, minusun üstünə, plusun üstünə düşməlidir. Ona diqqət eləməli. Demək, yaxınlıqda sözü yazılışı ilə deyilişi arasında deyilişi fərqlərini düzəltmə yer zərfdir. Yer zərfidir daha doğrusu. Demək, yazılışı ilə doğrudur da, doğrudur uşaqlar, bu doğrudur. İllərcə sözü düzəltmə zaman zərfidir. Bu əslində illərcə, illər qədər, illərcə çalışdı, illərcə, bayaqlar dediyi illərcə düzəltmə zaman yox, miqdar zərfi olacaq. Nəyə görə uşaqlar? Bayaqlar dediyi illərlə, nəysə burada elə bir söz var idi. Aylarla, illərlə çalışdı, vuruşdu, illərcə. Dönə-dönə sözü həm feili bağlama, həm də tərz hərəkət zərfi kimi işlənə bilər.
Yox, dəfələrlə axı dedik bayaqlar, miqdar zərfidir. Tərz hərəkəti yox, miqdar zərfidir. Harada yazmışdım mən onu? Bilməm, harada yazmışdım. Şöyle dəfələrlə miqdar zərfidir. Aydın oldu. Sonra defislə yazılan mürəkkəb zərflər eyni sözü təkrarı ilə yarana bilər. Doğrudur da uşaqlar. 1-1, 2-2. Bunlar mürəkkəb zərflərdir. Eyni sözün yaranmasından əmələ gəlib. Doğrudur. Yəni. Amma yanlış yazıb qabağından. Həmişəlik sözü quruluş sözcüğü olan zaman zərfidir. Bəli. Mən ümumiyyətlıq barədə danışanda mütləq ki, həmişəlik sözündə həmişə deyirdim ki, həttallıq zərf də belə yaradır. Bütün nitq hissələrindən bütün nitq hissələr düzəldə bilir, belə deyək də. Ona görə hansı cümlədə zərf təsriflənməyən fiilə aid deyil? İmtahan yaxınlaşdıqca, imtahan təsriflənməyən fiilə yaddıqcadır, burada isimdir. Demək, daha yaxşı, burada yaxşı öyrənmək, burada isə yaxşı təsriflənməyən fiilə aiddir, yəni məslərə aiddir. Burada deyir, aid deyil, onda anı çıxırıq. Əvvəllər çıxışı zamanı onu bərkdən alqışlayan fiili sifətli uşaqlar, bərkdən də zərfdir də, tərz hərəkət zərfidir, olmayan istəyir. Yuxarı kəndlərdə yolların abadlaşdırılması üçün hazırlaşmağa başladılar. Harada kəndlərdə, hansı kəndlərdə? Yuxarı kəndlər. Nəyə hazırlaşmağa başladılar? Nə üçün hazırlaşmağa başladılar? Yolların abadlaşdırılması üçün. Yolların abadlaşdırılması üçün burada s üçüncü löv təyili söz birləşməsidir. Üçüncü löv təyili söz birləşməsidir. Zavodun yaxşı çalışanlarına mükafat verdilər. Demək, yolların abadlaşdırılması, ümumiyyətlə belə deyək, yuxarı zərfdir, zərf olmağına zərfdir, ismə aiddir, təsriflənməyən fiilə aiddir. Deyə bilərsiniz, abadlaşdırılması burada məstərdir. Məstər olsa da üçüncü növ təyili söz birləşməsi yaradır. Hazırlaşmağa başladılar. Orada mən sizə demişəm ki, oxumağa başladılar, hazırlaşmağa başladılar, yazmağı bildilər. Bu tip bir yerdə xəbər olur və tərkib yaratmır. Aydın oldu, məsələ tərkibi yaratmır. Sonra zavodun yaxşı çalışanlarına mükafat verdilər. Yaxşı zərf, çalışan, feilin qabağında gəlibsə, şolar zərfdir də. Çalışanı isə an, feili sifətdir. Onun addımbaşı deyinməsi, addımbaşı uşaqlar. Burada tərz hərəkət zərfidir. Deyinməsi də ki, maqməqdir də. Uşaqlar, maqməqdir. Məsbə şəkilçisi qoşulanda si olur. Daha doğrusu sıvı bitişdirici ola bilər. Burada da addımbaşı zərfdir deyə təsriflənməyən feilə aiddir. Qaldı bir dənə C variantı. Gəldik 9-a. Eyler-Venn diaqramına əsasən doğru fikirləri müəyyən edək. Demək deyir ki, feili bağlama zərf. Cümlədə zərflik mövqeyində çıxış edə bilir. Uşaqlar, feili bağlamada zərflik mövqeyində çıxış edə bilər. Demək, feili bağlama da zərflik mövqeyində çıxış edə bilər. Bir burada. Sonra, zərfin özü də zərflik mövqeyində çıxış edə bilər. Aha, yaxşı. Biri götürürük. Hərəkətin yerini bildirir. Şeyə baxaq görə haradadır. Zərf hərəkətin yerini bildirə bilər. Uşaqlar, feili bağlama heç vaxt yer zərfliyi ola bilməz. Səbəb zərfliyi ola bilir. Məqsəd zərfliyi ola bilər. Sonra tərz hərəkət zərfliyi ola bilər. Sonra miqdar zərfliyi ola bilər. Amma yer zərfliyi heç vaxt olmur. Bunu yadda saxlayın. Hərəkətin yerini bildirir zərf doğrudur. Çünki bunun altından yazın. İsimləşə bilmir. İnşallah zərf isimləşə bilmir. Feili bağlama da isimləşə bilmir. Aydın oldu.
İsimləşə bilmir söhbəti, zərf bilirsiniz necə? İsmin yerində belə deyək də, isimləşmə söhbəti sayına sifətdədir. Ona görə 3 çıxdı, avtomatik olaraq çıxır. Sonra 1-2-ni götürmüşüksə, 2 ilə başlayan, yox qalanı. 1-2 götürmüşük, 1-4. Variant ola qalır. Tərkib yarada bilir. 4 görək hardadır? Fe'li bağlama. Bəli, fe'li bağlamanın təkcə altındadırsa tərkib yarada bilir. Doğrudur. Yəni birləşmə yarada bilir də fe'li birləşmə. Hərəkətin ancaq tərzinə, zamanını, kəmiyyətini bildirir. Uşaqlar, ancaq sözünə görə bu səhvdir. Tərzinə, zamanını, kəmiyyətini bildirə bilər, amma ancaq sözünə görə səhvdir. Çünki səbəb də bildirir, məqsəd də bildirir. Zərf ola bilər ki, zərfə aid olsa, ancaq tərzinin, zamanını, kəmiyyətini bildirir. Bu yenə də səhvdir. Çünki zərf həmişə yer də bildirə bilər. Ona görə 5 səhvdir. Xəbərli şəkilçini qəbul edərək cümlənin ismi xəbəri ola bilər. Uşaqlar, fe'li bağlama yox, zərf ola bilər. Xəbərli şəkilçi qəbul edib. Məsələn, ta ki deyirəm ki, sabahdır, tezdir. Dır şəkilçi qoşub ismi xəbər elədir. Amma 6 fe'li bağlamanın altındadır. Bu, bunun altında olsaydı doğru götürərdi. Ona görə 6 da səhvdir. Qaldı 1, 2, 4. Hansı fikir yanlışdır deyir. Demək, hansı fikir yanlışdır? Lıq şəkilçi həm zərf, həm isim, həm də sifət düzəldə bilir. Hər bayaqlarda dedim uşaqlar, yəni lıq bir çox nitq hissəsini düzəldə bilir. İndicə sözündəki car şəkilçi, zərf düzələn leksik şəkilçidir, yanlışdır. 50 dəfə demişəm ki, zərfin cası ancaq dil anlayışı yaradır. Rusca, Almanca. Ancaq dil anlayışı yaradır. Qalan buradakı ca ədatdır, çünki zərfə qoşulur. C şəkilçi zərf və isim düzəldə bilir. Bəli, süpürkə, isim. Süpürkə, isim. Birgə, zərf. Dan şəkilçinin qrammatik şəkilçi ilə amonimliyi var. Bəli. Çoxdan sözü buradakı dan leksik şəkilçidir. Dandan. Amma güldan sözü də həmçinin leksik şəkilçidir. Güldan sözü də isim düzəldir. Zərf düzəldir. İsim düzəldir. Bir dənə də qrammatik şəkilçi ilə desək, küçədən, yoldan. Gördünüz? Yəni amonimdir, doğrudur. Daha doğrusu plus qoymalıyıq buna. Gülən sözündə vurğu qəbul edən şəkilçi zərf düzəldən şəkilçi deyil. Aha, doğru. An, ən, burada fe'li sifətdir də indiki zaman anlayışı olan fe'li sifət. Ona görə də onda variant olacaq B. Çünki yanlış istəyir bizdən. Gəldi uşaqlar 21-ci suala. Mətndə hansı suala cavab yoxdur? Demək, Venesiyada şəhər daxili daşınmalar necə həyata keçirilir? Burada Venesiyada şəhər daxili daşınmalar Venesiya öz orta əsrlər görkəmini dəyişməz olaraq saxlanır. Sənaye liman hissəsi isə materikdədir. Burada gəmi təmiri, gəmiçilik inkişaf edib. Burada Şuşada istehsal olan bədii məmulatlar. Demək, Venesiya adası dəniz kurortu yox. Burada məmulatlar Kurjava məşhurdur. Venesiya Universitet Cəmiyyəsi Qalereyası teatrla ilk açıq. Və sonra memarlar sərgiləri yerdir. Şəhər daxili daşımalar, mühərrikli gəmilər, gondolalar, barjalar, qayıqlar vasitəsilə həyata keçirilir. Demək verilib. Venesiya sakinləri şəhərin yaranmasını hansı ayda qeyd edirlər? Demək, mart ayında 25-də yaranıb. O gün qeyd edirlər. Doğrudur, yəni cavab var. Venesiya hansı dənizin sahilində yerləşir? İtaliyanın şimalında yerləşən məşhur Venesiya əfsanəyə görə məhz 421-ci ilin mart ayının 25-də yaranan Venesiya sakinləri də bu fikrə sadiq qalaraq hər il tarixi günü qeyd edirlər.
Onlar saxlamış. Demək olar ki, yeganə şəhərdir. Venesiya tarixi mərkəzi. Bilmir, Venesiya körfəzinin bir-birindən 150 kanal və axarla ayrılmış 118 adasında yerləşir. Onların üzərində 400-ə yaxın körpü salınıb. Sənaye liman hissəsi isə materikdədir. Burada gəmi təmiri. Yəni dəniz barədə bir məlumat vermirlər. Şəhərin yaranması əfsanələrdə öz əksini necə tapır? Uşaqlar verilib də burada. Bax, bu hissədə verilib. Doğrudur. Venesiyada sənayenin hansı növləri inkişaf edib? O da var. Demək, hamısı sadalayıb da burada da. Bu da rahat sualdır. Gəldi, C variantı səhvdir. Demək, mətnin çərçivələnmiş hissəsi mətnin hamısı abzasından sonra yerləşdirilsə, fikir ardıcıl olar. Yəqin onu yazıb. Burada uşaqlar yarımçıqdır. Heç nə. Baxaq görək. Demək, şəhərin yaranması haqqında. Burada deyir ki, İtaliyanın şimalında yerləşən məşhur Venesiya əfsanəyə görünməsi 421-ci ilin mart ayının 25-də yaranıb. Venesiya sakinləri də bu fikir sadiq qalaraq hər il tarixi günü qeyd edirlər. Görkəmini dəyişməz olaraq saxlamış demək olar ki, demək burada Venesiyanın yaranması barədə də birinci abzası artırsalar uyğun olar. Sonra mətnin üslubuna aid olmayan cümlələri müəyyən edin. Demək, bir dəqiqə uşaqlar. 23-cü sualda deyir ki, mətnin üslubuna aid olmayan cümlələri müəyyən edin. Venesiyanın memarlığı Venesiya Respublikasının ən yüksək inkişaf dövründə formalaşmışdır. Doğru. Belə üslubuna aid olmayan istəyirsə, burada doğrudur da, yəni məlumat vericidir, informativdir, düzdür. Sonra demək, harda qaldıq? Venesiya şəhərinin demək, şəhərinin şərəfinə adlandırılıb. Venesiya şəhərinin şərəfinə adlandırılıb. Burada da uşaqlar informativdir də, burada bir şey yoxdur yəni. İnformativdir, doğrudur. Venesiya şəhəri günü-gündən çiçəklənir. Bu günü-gündən çiçəkləmə bədidir. Çünki mətn özü publisistik mətndir, informativ mətndir, elə bir informasiya yönündədir deyə. Burada günü-gündən çiçəkləmə artıq bədii obrazdır deyə. Bu səhvdir. Venesiyanın Murano adası şüşə güzgü istehsalı ixtisaslaşdırılmış. Burada da uşaqlar yenə də məlumat verici bir xarakterdir. Venesiyada yaşayan hər kəsin evində Venesiya sularının həzin pıçıltısının səsi gəlir. Burada da yenə nədir? Bədii obraz var da burada. Ona görə də bədii üslubda olmadığına görə mətn, publisistik üslubda olduğuna görə biz informativ mətnləri mətnə aid seçirik. Obrazlı mətnləri, obrazlı cümlələri isə seçmirik. Yəni bədii üslubda olan cümlələri isə seçmirik. Ona görə də 3-5 uyğun gəlir. Mətndə çərçivədə verilən sözlə bağlı doğru fikirləri müəyyən edin. Demək, çərçivədə nə verib? Çərçivə söz deyir. Fenici Opera Teatrı 1792-ci ildə tanınmış sənət ocaqlarındandır. Biz buna nə götürəcəyik? Demək, həqiqi mənadadır, yox, məcazi mənadadır. Mərkəz, mənbə, ocaq, yəni tanınmış sənət ocaqları, tanınmış sənət mərkəzi, mənbəsi. Məcazi mənadadır, doğrudur. Doğma ev, yurt mənasındadır. Müqəddəs yer mənasındadır, yox. Görün, fikir verin, tanınmış sənət ocaqlarındandır, yəni sənət mərkəzlərindəndir hesab olunur. Sonra kursivlə verilmiş sözün kontekst uyğun mənasını. Baxaq görə kursivlə verilən hansıdır? Getdi. Yerdir. Gəmilər. Demək, üzərində dayandığımız sahə. Demək, bir çox beynəlxalq kinofestivalların, incəsənət və memarlıq sərgilərinin keçirildiyi yerdir. Şəhərdaxili daşımalar, mühərrikli gəmilər. Demək, burada yerdir mənasında deyirsə, uyğun mənası. Üzərində dayandığımız sahə, bir dəqiqə və memarlıq sərgilərinin keçirildiyi yerdir. Bu getdi. Kənd təsərrüfatı məqsədlə istifadə edilmiş torpaq. Yox. Ölkə, ərazi, məmləkət, məkan ola bilər, düzdür. Hissə, parça, vəzifə, xidmət.
Hələ C variantıdır. Açıq suallarda uşaqlara atacağım.